Salam əziz dostlar, gözəl insanlar. Rəbbim gününüzü xeyirli eləsin, ömrünüzü bərəkətli eləsin və Allahın buyruğuna uyğun olaraq yaşayıb yaşadanlardan olasınız. Dostlar, deməli keçən dəfə qeyd eləmişdim ki, bu çəkdiyim video haqqında gələn bəzi şərhləri oxuyacağam və onlara cavablarını verməyə çalışacağam, cavab verməyə çalışacağım. Ona görə oradan istəyirəm ən axırıncı yazılan, ən yeni olan şərhdən başlayayım. Bilirsiniz ki, mövzumuz Yusif Peyğəmbər, Yusif və Züleyxa eşqinin olmaması, Quranın belə bir eşq dastanından bəhs eləmədiyini, məsələnin tamamilə fərqli bir məqam olduğunu növbəti videolarımızda da qeyd eləyirəm yavaş-yavaş inşallah. Amma burada həmin o birinci çəkdiyim video ilə bağlı gələnləri oxuyuram. Münzir deyə biri yazır ki, Allahın və Quranın lənəti sənə olsun. İkincisi İradə xanım yazıb ki, çox sağ olun. Sonra Amin yazır ki, Elşad bəy, zəhmət olmasa deyərdiniz, Həzrəti Yusif hansı Firon dövründə yaşayıb? Maraqlı sualdır bu. Deməli, ümumiyyətlə, Qurana baxdığımız zaman Quranda Musa Peyğəmbərin Misirdə yaşadığı Fironla bağlı, orada Firon sözü işlənir, orada rəhbərlə, başçı ilə bağlı. Amma Yusif Peyğəmbərin yaşadığı dövrlə bağlı Məlik sözü işlənir. Yəni, bunlar bir-birindən fərqlidir. Məsələn, sual çıxa bilər, niyə birində Firon, birində Məlik? Ondan bağlı aparılan araşdırmalarda belə bir nəticəyə gəlinir ki, Musa Peyğəmbərin yaşadığı dövrdəki Firon həqiqətən onların yerli inançları üzərində qurulmuş bir hakimiyyət idi, yerli hakimiyyət idi, yerli iqtidar idi. Firon adlandırılması da böyük ev mənasına gəlir. Amma oradakı məsələ, həmin o Firon adlandırılması ilə bağlı məsələnin əsas kökü, onlar, məsələn, onlarda Misir mifologiyasında belə bir anlayış var. Isis var, Osiris var, Horos var. Yəni Fironun da Horosun təcəssüdü, yəni bədənləşmiş forması olduğuna inanılırdı. Amma Yusif Peyğəmbərin dövründə yaşayanların isə kənardan gəlib Misiri işğal eləyənlərin hakimiyyəti olması ilə bağlı idi. Məsələn, bugün deyək ki, belə bir məsələ də var da. Bir adam haqqında danışanda deyə bilərsən ki, məsələn, filan kəs prezident olduğu dövrdə, bilirsən ki, bu artıq müstəqillik dövrü ilə bağlıdır. Amma desən ki, məsələn, filan kəs birinci katib olduğu dövrdə, bilirsən ki, SSR dövrü ilə əlaqəlidir. Ona görə bunlar da o işlənməsi, həmin o tarixi bilgiləri olduğu kimi çatdırılması ilə əlaqəlidir. Sonra Orxan Allahverdiyev yazır ki, axı Quranda Elşad yoxdur, necə inanaq buna? Biri də gülüş işarəsi qoyub. Yəni, mən demədim ki, Quranda Elşad var. Mən Quranda olub-olmayanları müzakirə edirəm Quran ayələri ilə. Yəni, bu sualın özü, bilmirəm bunu deməyim nə qədər doğrudur, məntiqli bir söz yığını deyil heç. Ofeliya İbrahimova yazıb ki, bəyəm Quran roman kitabıdır, yoxsa tarix kitabı mıdır ki, hər detal yazar? Bəli, tamamilə doğrudur. Sonra biri yazıb ki, siz müsəlmansınız ümumiyyətlə, dini inancınız nədir, ümumiyyətlə varmı? Mən Allah şükür, bəli, dini inancımın İslam olduğunu bəyan edirəm və özümü də Quran-ı Kərimin 22-ci surəsi olan Həcc surəsinin 78-ci ayəsinə görə də Allahın adlandırdığı şəkildə müsəlman adlandırırıq. Sonra bilinməyən adı ilə biri yazır ki, Elşad Allah sənə qənim olsun, siyonistlərin tulası. Sonra Fərid yazır ki, dinə inanan insanlar görən nə vaxt ayılacaqlar cahillikdən. Fərid bəy, bu məsələni bir daha qeyd edeyim. Ümumiyyətlə, baxın, bir şeyi unutmayaq ki, bütün peyğəmbərlərin hamısı dindar insanlara gəlir. Dinsizlərə, ateistlərə, agnostiklərə, deistlərə və s. gəlməyib. Gələn dövrdə, peyğəmbərlər gələn dövrdə onlar özlərini hamısını dindar hesab edirdilər. Dinlə yatıb, dinlə duranlar idi. Amma onlar həqiqətləri deyən, öz aralarında, öz içlərində yetişmiş insana qarşı etiraz elədilər, müqavimət göstərdilər, onu öldürməyə cəhd elədilər, öz diyarından didərgin saldılar və nəticədə Allahın dediyi olur, o insanların apardıqları yanlış inanclar zay oldu. Yəni, haqq gəlir, batil zay olur, o mənada. Biri Azərbaycan dilində o qədər düzgün ifadə edib ki, deyir, ölmədim də Elşad Mirisən. Yəni, cümləni o qədər
düzgün yazırlar ki, özləri də yəqin başa düşməyib. Sonra Vidadi yazır ki, araşdırmanın təqdirə layiqdir, araşdırmanız yazıb. Görünür ki, bu sahədə əziyyət çəkmisiniz. Xüsusilə müxtəlif müəlliflərdən müxtəlif tərcümələri müqayisə etməyiniz çox gözəldir. Amma sizin gəldiyiniz nəticə nədir? Tərcüməni siz necə eləyirsiniz? Axı mahiyyət dəyişmir. Yəni Züleyxa olmasın, bir başqası olsun, Lapec qadın olmasın siz deyən kimi. Bu nəyi dəyişir ki? Xəyanət eləmək olmaz mesajına hamı başa düşür də. Züleyxadır ya Xeyza Gülüdür, nə dəyişir ki? Yenə də bu fərqlərlə bağlı növbəti maraqlı videolar olsa yaxşı olar. Dostum, buradakı ümumiyyətlə xəyanət məsələsi deyil. Yəni ərlə arvadın ərinə xəyanət eləyib Yusifə gözü düşməsi məsələsi deyil. Bu videomda, inşallah ikinci videomda bu məsələyə aydınlıq gətirirəm və həmin o Yusif surəsinin 23-cü ayəsinin Azərbaycan dilinə necə tərcümə olmasını qeyd edirəm. İnşallah növbəti geri dönüşlər olarsa 24-cü ayənin də tərcüməsini qeyd edəcəm. Çünki bir dənə tərcüməni, bir ayənin tərcüməsini izah eləmək üçün digər ayələrə baxmaq və s. hardasa video çəkilişi olaraq 2 video olur. Hardasa 1 saata yaxın gəlir. Və bu 1 saata yaxın sadəcə olaraq bir ayənin düzgün tərcüməsidir. Düzdür, 1 saata yaxın bu videodur. Bunun arxa planı, araşdırmaları, lüğətlərə baxmaları günlərlə deməyim, həftələrlə çəkən bir araşdırmaların nəticəsidir. Ya da bu da vaxtı ilə bizim dostlarımızla elədiyimiz söhbətlərdən gəldiyimiz bir məsələnin sadəcə sizinlə bölüşməyimizdir. Sonra Araz Namazov yazır ki, iş vaxtlarını çıxmaq şərti ilə və dini savadımın olmadığı halda olsam da belə hər işdə sizə kömək eləməyə hazıram. Kitabınızı oxumağa başlamışam və 39 yaşımda sizin sayənizdə İslamı sevməyə başlamışam. İnşallah ki, yarı yolda qalmaram. Araz bəy, Araz Namazovdur. Allah xeyirli ömür versin, xeyirli araşdırmalar versin. Bu çətin yolda Rəbbim sizə yar və yardımcınız olsun. Sonra Nərmin Bayverdiyeva yazır ki, heyf o həyatından dünyada o qədər iyrəncliklər olduğu halda ömrümü, həyatımı müsəlman adıyla müsəlmanlıqla mübarizəyə sərf elədin. Nərmin xanım, baxın, burada bir məsələ var. İsa Peyğəmbər gələndə də, İsa Peyğəmbər Yahudi idi. Anası Məryəm anamız Yahudi idi. Ondan sonra gəldiyi həmin oradakı cəmaat Yahudilər idi. Ona qarşı çıxanlar da onlar idi, Yahudi idi. Məsələn, onlar da özlərini hamısı Yahudi bilirdilər. İsa Peyğəmbər də əksini iddia eləməyib, özünü heç bir zaman xristiyan da adlandırmayıb. Bu adlandırmalar da sonradandır. Yəni, ömrünü həqiqət yolunda sərf elədi. Onu qəbul eləməyənlər də Yahudilər idi. Onu qəbul eləməyənlər də dindarlar idi. Onu qəbul eləməyənlər də həmin o məzhəbin fariseylər idi. Özlərini ən qatı dindar sayanlar idi. Onlar da İsa Peyğəmbərə qarşı eyni baxırdılar. Yəni, burada özümü, əstəğfurullah, İsa Peyğəmbərlə müqayisə eləmirəm. Sadəcə, həqiqəti deyən insanlara qarşı bəzən biz gözümüzü gec açırıq. Baxın, inanın, o qədər mənə geri dönüşlər var ki, halallıq istəyənlər, bilmədən əleyhimdə danışanlar, araşdırdıqdan sonra dediklərimin həqiqət olduğunu deyənlər var. Yəni, Allah bizə ömür vermişkən, bunları həqiqətən zaman ayırıb, vaxt ayırıb, diqqətlə baxmağımız, araşdırmağımız öz sözünü deyəcək. Amma yox, qulaqdan dolma və yaxud da baxdığımız hər hansı bir seriallarla, kinolarla inkar eləmək ən asandıdır. Bu da hər kəsin eləyə biləcəyi bir işdir. Əsas çətin olanı eləməyi bacarmaq lazımdır. Sonra bir nəfər yazıb ki, Rövşən Tağıyev, Allah sənə ağıl versin. O kino yüzlərlə alimin fətvası ilə çəkilib. Mən də qeyd eləmişəm ki, yüzlərlə alimin deyir, fətvası ilə çəkilib. Hansı alimin? Məsələn, bu günlərin bizim də Azərbaycanımızda bəzən elə alimlər var ki, bilirsiniz ki, alimlik statusda ləğv olunur. Yəni, alimlik dediyiniz nədir? Bir də yazıb ki, Əlim Muradov, zəhləm getmiş, nifrət edirəm bu adamdan. Qardaşım, mən səni sevirəm, çox sağ ol. Sonra Rızvan Quliyev yazır ki, Elşad müəllim, sizə dərin minnətdarlığımı, təşəkkürümü bildirəm. Nəyə yaxşı ki, siz varsınız.
Bir nəfər də yazır ki, salam Elşad bəy, necə olur ki, o qədər tərcümə eləyənlər hamısı eyni tərcümə eləyir, amma siz deyirsiniz ki, səhv tərcümə olunub. Bəs kökü kəsilmiş ərəblər necə oxuyurlar? Bilirsiniz necədir? Ərəblərə bu günlərim də soruşsanız, məsələn, Nəbə surəsinin 33-cü ayəsində və Kəvaibən Ətrab sözü nədir? İndiyə qədər bildiyi kimi deyəcək. Çünki bu günlərim o öz dilində o sözü işlətmir. O söz Qurana məxsus olan bir ifadə kimi təqdim olunur. Və indiyə qədər verilən şərhləri də beyinlərinə o cürə doldurubdular. Məsələn, bu sözlər dəyişir. Bizim bu günə qədər, məsələn, mışqa dediyimiz nə idi? Başqa bir şey başa düşürdük, amma bu günlərim kompüterin qarşısında istifadə elədiyimiz o mausu nəzərdə tuturuq. Yəni, o terminlər, ifadələr bəzən dəyişir, dostum. Yəni, ərəblərin özləri deyəndə, məsələn, keçən dəfə Türkiyədəki bir professorun yanına Riyadda, universitetdə Ərəb dili kafedrasının rəhbəri olan şəxslərdən biri gəlir. Həmin o xanımdan bir ayəni soruşur. Onun verdiyi ayəyə cavabı o verəndə ki, bəs bu dilin qrammatikasına uyğun deyil. Həmin o qadın, ərəb qadın başını dəfələrlə döyüşləmişdir ki, mən bunu necə nəzərdən qaçırmışam. Çox incə bir nüans məsələnin dəyişməsinə səbəb olur. Məsələn, bu günlərim onu hər zaman qeyd edirəm. Bəqərə surəsinin 197-ci ayəsi var. Məsələn, həccin məlum aylarda olduğunu deyir. Aylar olduğu zaman minimum 3 aydır. Ərəblər bunu necə başa düşür? Elə aylar kimi də. Bəs niyə aylar kimi eləmirlər? Niyə bəs cəmi cümlətanı bircə ayda, bir neçə günə, Zilhiccə ayına sığışdırırlar həcci? Bunu da siz soruşun o həmin ərəblərdən. Sonra yazıb ki, Elşad bəy, Nurəddin bəy yazır. Bir sual vermək istərdim sizə. Kinoda göstərir ki, Həzrəti Yusuf Züleyxanı cavanlaşdırır. Zəhmət olmasa deyəriz, Quranda bu haqda məlumat varmı? Təbii ki, belə bir məlumat yoxdur. Yəni, orada ümumiyyətlə Züleyxadan söhbət getmir. Orada tək bir qadından da söhbət getmir. Başqa qadınlardan da gedir. Yəqin ki, videomun sonraki silsilə olsa, davam eləsəm, Yusuf surəsindəki orada bir neçə qadın olduğunu görəcəksiniz, şahid olacaqsınız. Ona görə də orada kinoda olanlar hamısı doğru olsaydı, kinonun bizə Türkiyə versiyasında olanlarını çatdırırlar. Bəzən İranın özünün çəkdiyi həmin o seriala baxdığınız zaman orada Yusuf Peyğəmbərin uşaq ikən, quyuya atılarkən orada gəlir hansısa mələk, bilmirəm, Cəbrail və s. Orada Əhl-i Beyti, yəni 5 nəfəri göstərəcək şəkildə onunla bağlı məqamın olduğunu görürük. Yəni o zaman bunu da qəbul eləməlisiniz. Yəni o kinolar, kinonun hər şey o demək deyil ki, doğrudur. Kinolar nə üçün çəkilir? Müxtəlif ideologiyaları insanlara təqdim eləmək üçün, bəzən sırf məqsəd pul qazanmaqdan ötəri, yaxud da üstünlüklərini digərlərindən daha üstün göstərmək üçün. Fikir verin, məsələn, Hollywood kinolarında Amerika və yaxud da öz istədikləri ölkələri daha mavi bir şəkildə, daha işıqlı, inkişaf eləmiş, daha müasir şəkildə göstərdikləri halda bəzən baxırsınız ki, Mərakeşi göstərdikləri zaman, hətta Türkiyənin özünü göstərdikləri zaman, yaxud da Orta Şərq dediyimiz, məsələn, Yaxın Şərqi göstərdikləri zaman bəzən onları sarımtıl bir formada, daha qədimi, daha tarixi, arxa planda geridə qalmış bir nüans olaraq təqdim eləməyə çalışırlar. Bunların hamısı insanları bir növ istədiklərini insanlara təqdim eləməkdən ibarətdir. Ona görə məsələn mən sosial şəbəkələrdən daha çox istifadə edirəm. Televiziyalarımızda heç bir kanal göstərmir məndə, yoxdur. Burada Elvin Xəlilov yazır ki, burada sonra Yusuf və Züleyxa tərcümə ilə deyir ki, əri ilə rastlaşır. Orada deyir ki, səni ailənə pislik etmək istəyənin cəzası nədir? Daha sonra ayənin sonra yanındakı bir nəfər şahidlik eləyir ki, əgər köynək arxadan cırılıbsa, qadın günahkardır, öndən cırılıbsa Yusuf. Bunlar necə tərcümə edilməlidir? Elvin bəy, bunlar ayənin sonraki tərcümələrdir. Orada birincisi qamis deyə, köynək deyə tərcümə olunanın nə mənaya gəldiyini, ondan sonra orada Yusufun özünün bir burhan deyir, gördüyü burhan nə olduğunu, sonra ona şahidlik eləyənin kim olduğu. Bunları müzakirə etdiyimiz zaman görəcəyik ki, məsələ tamamilə fərqli bir məqamda. Sonra Rövşən Mahmudov yazır ki, Allah sən kömək ol mənə, nifrət eləyirəm o kəslərə ki, Quranı insanlara doğru dürüst çatdırmayıb da və şəxsi maraqları üçün istifadə eləyənlərə. Sonra yazır ki, Allah sənə can sağlıq versin, sizi saxta müsəlmanlardan və onlardan gələn ziyanlardan qorusun. Yaxşı ki, Allah sizə elm və məntiq verib ki, insanları anladırsınız, uğurlar.
Sonra Vaqif Məhrəmov yazır ki, Quran eşq məcuməsidir. Sonra Bektaş yazır ki, bəs Tövratda necə keçir görəsən, axı o da var. Gərək gedib baxaq. Çünki Allah buyurur, öncəki kitabları təsdiqləyən. Yəni bəzi məlumatlar Quranda davam olaraq gələ bilər, çox təfərrüatlara varmadan. Dostum, bu bəli. Videomda qeyd edəcəm. Quran-Kərimdə belə bugünkü verilən tərcümə əslində faktiki olaraq bu tərcümənin qaynağı bugün əlimizdə tutduğumuz həmin o Tövratdandır. Niyə oradandır, onu da qeyd edeyim. Çünki Tövratın, bilirsiniz ki, Tanaq deyirlər Yahudilər o kitablara. Tanaqın ilk bölümü Toradır. Yəni bugün müsəlmanların Tövrat adlandırdıqları deyək ki, kitab. Həmin o kitabın yaradılış bölümü var. Yaradılış bölümündə də orada 39-cu fəsil var. 39-cu fəsildə də 6-cı, 12-ci bölümlərdə mənim dediyim məsələlərə aydınlıq gətirilir. Yusifin yaraşıqlı oğlan olması, ondan sonra qadının ona gözü düşməsi, onu yaxınlıq eləmək istəməyi və s. Yəni bunu götürdüklərindən görə bu cürə tərcümələr veribdilər. Bunun qaynağı buradandır. Sonra Quranın Tövratı və yaxud da İncili təsdiq eləməsi məsələsindən gələndə Tövratı və s. təsdiq eləmək olduğu kimi təsdiq eləmək deyil. Məsələn, siz bu günləri, deyək ki, mənim dostumun biri notariusdur. Ramin qardaşımıza gətirir bir nəfər, deyək ki, apostol olmuş sənət verir. Apostol olduğu zaman səhifənin iki tərəfinə də həmin o möhür düşməlidir. Möhür düşmədiyinə görə, məsələn, orada bir şübhəli məqam olur və bunu təsdiq eləmir. Yəni, notarius hər gələn sənədin təsdiq edilməsi deyil, doğruluğunu, dürüstlüyünü yoxlayıb, ona uyğun olaraq təsdiq edir və yaxud da onu geri qaytarılan bir mexanizmdir. Quran-ı Kərimin Tövratı və yaxud da İncili təsdiq eləməsi Quranda bildirilən həqiqətlərə uyğun olanları təsdiq eləməsi, Quranda uyğun olmayan məsələləri isə təkzib eləməsidir. Məsələn, bir misal verim. Tövrata görə Süleyman Peyğəmbəri bütpərəst olaraq təqdim olunur, kafir olaraq təqdim olunur. Amma Bəqərə surəsindən baxdığımız zaman 102-ci ayəsində əksinə Süleyman Peyğəmbərin kafir olmadığı, onunla bağlı məsələyə bəraət verildiyi bildirilir. Musa Peyğəmbərin adam öldürməsi həmçinin, Lut Peyğəmbərin Tövrata görə qızlarıyla yatmasından bəhs olunur. Belə bir şeylərə üzr istəyirəm, məcbur qalıb açıqlayıram. Bundan başqa Nuh Peyğəmbərin içib Lut uzanması, oğlanları ilə bağlı bir problem və s. və ilaxır. Bunları çox uzatmaq olar. Dostlar, söhbəti qısa olaraq bu yazılan şərhlərin müəyyən bir hissəsini oxudum. Digərlərində vaxt olduqca oxuyub müzakirə eləyərik. İndi isə sizdən sağollaşıram. Allah amanında olun. Görüşənədək.